Başqa heç kim haqqında istəmirəm arayış verirəm. Vəfadan gedirsə söhbət, o vəfa haqqında mən birini. Biz Odessaya bir toya dəvət aldıq. Bir 2 ilin söhbətidir. 2 ildən bəlkə də artıqdır, əksiti bilmirəm. Mən də fikirləşdim ki, o dəvət eləyənlərdə bizim Ağzabədli dostlarımızda muğama dəyər verənlərdir. Mən fikirləşdim ki, ay Allah, bu qız, yəni mən də görməmişəm onun oxumağın toyda, zatda filanı bəşə. Elə bir-iki dənə belə mahnıların eşitmişəm. Deyirəm, bu nə oxuyacaq, bir, 2, 3 dənə mahnı. And olsun Allah orada bir toy idarə elədi, Vəfa. Bacardığı qədərdir, yəni. Yox, bacardığı qədər yox, bacardığı qədərindən biraz o qədər mənə o qədər xoş gəldi Vəfanın toy idarə eləməsi. Sonra hələ bir insanlığın deyim ona. Gedəndə mənim aeroportlarda gitaramın bir-iki dənə əldə əlavə aparatları qoyuram, çox ağır olur. Məni yordu bir dəfə, mən nəyə görə bu söz deyirəm? Deyirəm ki, alnında olsun Allaha, Vəfadı Gülzar Fərəcovadır yanımda. Qaydanda bunu bagaja verirəm, cəhənnəm.